Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə rəsm sənət fənninin 5-ci sinif suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Kompozisiyalar ritm üzərində qurulub, istiqalarətə malikdir. Söhbət hansı xalçadan gedir? Deməli, əgər kompozisiyası istiqalarətə malikdirsə, Şirvan Şilyan xalçaçılıq məktəbinə aiddir. Mallıbəyli Qarabağ xalçaçılıq məktəbinə aiddir. Qarabağ xalçaçılıq məktəbində kompozisiya ustalığı istifadə, qeyri-adi fantaziyadan istifadə olunurdu. Xiləbutay isə Bakı xalçaçılıq məktəbinə aiddir. Xiləbutay xalçası daha yumşaq olması ilə fərqlənirdi. Pirəbədili isə Quba xalçaçılıq məktəbinə aiddir. Burada isə qayçı və buynuz naxışlarından istifadə olunurdu. İkinci sual. Azərbaycan ailəsi əsəri hansı rəssama aiddir? Asəf Cəfərov, Abbas Həsənov, Abbas Hüseynli, Tağı Tağıyev. Azərbaycan ailəsindən təsvir olunmuşdu. Burada bir ailənin süfrə başında oturması təsvir olunmuşdu və Abbas Hüseynlinin əsəridir. Azərbaycan ailəsi Abbas Hüseynli, ancaq mənim Azərbaycanım olsaydı, onda Asəf Cəfərov ola bilərdi. Üçüncü sual. Uyğunsuzluğu müəyyən edin. Güləbətin qapalı kompozisiya, təkəldüz qapalı kompozisiya, muncuq tikimi açıq və qapalı, pilək tikimi isə açıq və qapalı. Güləbətin açıq kompozisiyadır. Burada uyğunsuzluğu müəyyən edin. Cavab A variantı olacaq. Dördüncü sual. Hansı tikmə növü kontrastlığı, relief konturları ilə digər tikmələrdən fərqlənirdi? Deməli, güləbətin necə idi? Bir rəngli və qabarıq sülikli naxışların olması ilə fərqlənirdi. Bu deyil, yanlışdır. Təkəldüz isə kontrastlığı, relief konturları ilə digər tikmələrdən fərqlənirdi və simmetrik kompozisiyadan istifadə olunmuşdu. Həmçinin təkəldüz qapalı kompozisiya idi. Pilək tikmə isə daha çox darivi metal vasitəsilə parçada çəkilmiş naxış üzərində təkrarlanırdı. Ancaq muncuq tikmə isə adından deyildiyi kimi toz muncuq, pilək, mirvari ilə əşyaların üzərini muncuqlarla bəzənmişdi. Burada cavab olacaq təkəldüz B variantı. 5-ci sual. Tənbəki tütün kilsəsi hansı tikmə növünə aiddir? Güləbətində verilmişdi araqçın, açıq kompozisiya. Təkəldüzdə verilmişdi balış üzü, qapalı kompozisiya. Pilək tikmədə isə həm açıq, həm qapalı kompozisiya, balış üzü. Ancaq muncuq tikmədə isə həm açıq, həm qapalı kompozisiya, tənbəki tütün kilsəsi verilmişdi. Cavab olacaq D variantı. Sinə bəzi həmailin üzəri nə ilə bəzənirdi? Deməli, qədimdə qadınların üzərində, sinənin üzərini bəzəyən bəzək nə adlanırdı? Sinə bəzəyi, yəni həmail. Həmailin də digər adı nədir? Amulet. Və onun üzəri nə ilə bəzənirdi? Mirvari daşlarla. B variantı. 7-ci sual. Hansı geyimi həm qadın, həm də kişi istifadə edirdi? Biz demişdik ki, üst köynəyi, arxalıq, çəpkən. Bu üçünü həm qadın, həm də kişi geyinə bilərdi. Çəpkən, bəli, baxın A variantı. Kürdü, eşmək, deməli bu qadın geyimləridir. Ancaq çuxa isə kişi üst geyimidir. Çuxa neçə növə bölünürdü? Vəznəli və çərkəzi. Tirmə və mahut kimi də parçalardan tikilərdi. A variantı. 8-ci sual. Qarabağ bəyi əsəri hansı rəssama aiddir? Həmin rəssamın digər əsərini tapın. Qarabağ bəyi deməli kimin əsəridir? Qaqarinin əsəridir. İndi isə Qaqarinin digər əsərini tapmağımızı soruşur. Qız qalası kimin əsəridir? Toğrul Nərimanbəyov, Ələkbər Rza Quliyev. Mütəvəlliyədən Şahzadə Sultan Məhəmmədin ən məşhur əsəridir və Rusiya Milli Kitabxanasında saxlanılırdı. Bakılı isə Qriqorin Qaqarin, Cəng, Zabit, Bakılı, bunların hamısı Qaqarinin əsəridir. Şəkixan Sarayı isə divarlarını kim bəzəmişdi? Usta Qəmbər Qarabağı. Cavab C variantı. Hansı xovsuz xalçada sadə həndəsi fiqurlardan üçbucaq, romb, trapesiyadan ibarət naxışlar olur? Palaz necə idi? Sadə və qaba olurdu. Enli və ensiz, rəngli üfüqi solaqda həndəsi naxışlardan istifadə olunurdu. Sonra cecimli isə ensiz və uzun uydu, nazik hamar toxunuşlu olurdu. Ancaq orada da həndəsi naxışlardan istifadə olunurdu. Ancaq trapesiya, üçbucaq, romb bunların hamısı kilimdə istifadə olunurdu. Kilim də həmçinin ikiyüzlü idi. Zili və vərni isə daha çox böyük xalçadır. Kvadrat əsərini xatırladan naxışla bəzənərdi. 10-cu sual. Hansı xalça ensiz və uzun, nazik hamar toxunuşlu olur? Dedik ki, palaz sadə və qaba olur. Cecimi isə ensiz və uzun, nazik hamar toxunuşlu olur və üzərində də sadə həndəsi naxışlardan istifadə olunurdu. Kilim isə yüngül və ikiyüzlüdür. Orada istifadə olunan naxışlar hansılardır? Trapesiya, üçbucaq. Burada cavab olacaq cecim. Şəddə isə sadə və sujetli kompozisiyadır. Şəddənin üzərinə daha çox dəvə kərvanına istifadə olunmuşdu və divardan asılardı. Divardan asılarkən isə saçaqları onun yanlarında olardı.
11-ci sual. Hansı xalça sadə və sujetli xalçalardır? Bayaq dedik ki, divardan asılarkən saçaqları yanlarda olan və üzərində dəvə karvanı, atlılar, fiqur varsa, bu nədir? Şəddə xalçası və sadə və sujetli xalçalardır. 12-ci sual. Hansı xalça kompozisiyası medalyon göl adlanan mərkəzi hissə və haşiyələrdir? Əslində medalyon Təbriz Şeyx Səfi xalçasında istifadə olub, ancaq Təbriz xalçaçılıq məktəbində Şeyx Səfi xalçasında, yəni medalyon ortada və künclərdə yerləşir. Ancaq medalyon göl adlanan mərkəzi hissə ancaq sumaqda istifadə olunurdu. A variantı. Şərdə dedik ki, divardan asılarkən saçaqları yanlarda olur. Zili və vərnidə isə S hərfini xatırladan kvadrat naxışlarla bəzənərdi. 13-cü sual. Hansı xalça kompozisiya ustalığı qeyri-adi fantaziya ilə fərqlənirdi? Kompozisiya ustalığı qeyri-adi fantaziya, ovçuluq təsvir olunursa, bu Qarabağ xalçaçılıq məktəbinə aiddir. Qarabağ xalçaçılıq məktəbinə də nümunə hansı xalça verilmişdir? Təbii ki, Malıbəyli. Şirvan Şilyan xalçaçılıq məktəbinə aiddir. Palaz Quba, Qazax isə Qaymaqlı xalçaçılıq məktəbinə aiddir. İki qat tac nə adlanır? Biz iki qat sözünün ən sondakı t hərfi ilə pişentin ən sondakı t hərfini uyğunlaşdırmışdıq. Yəni imtahana düşsə ki, pişent nədir, nə deməkdir? Göy tac yoxsa iki qat tac? Yəni iki qatın sözündəki t hərfi ilə ən sonuncu pişentin t hərfini uyğunlaşdırmışdıq. Deməli, pişent nə adlandı? İki qat tac. Çünki bəzi müəllimlər bunu yadda saxlamaqda çətinlik çəkir. Yəni xəpreş ilə pişenti bəzən ayırd edə bilmirlər. Pişent iki qat tacdır. Amma xəpeşi isə göy tacdır. Klavdi isə zolaqlı baş yaylığıdır. Hansı rənglərdə olardı? Göy və qızılı. Qrifi isə qartal başlı, kərkəs başlı fantastik quş idi. Burada cavab olacaq pişent. Göy tac nə adlanır? Dedik ki, pişent t hərfi ilə iki qat tac. T hərfi uyğunlaşdırırıq və burada pişent adlanır iki qat tac. Ancaq xəpeşi isə göy tac. Ürək qoruyucu ilan adlanırdı. Qrifi isə kərkəs başlı fantastik quşdur. Klaft hansı rəngdə olardı? Dedik ki, klaft nədir? Zolaqlı baş yaylığıdır. Qədim Misirdə istifadə olunurdu. Və klaft hansı rənglərdə olardı? Göy və qızılı. Qədim Misirin dövlət rəmzləri hansılardır? Qədim Misir haqqında danışaq. Qədim Misirdə insanlar bitkiyə sitayiş etdikləri üçün o vətənin nəbati ornamentlərin vətəni adlandırmaq olardı. Və onların da dövlət rəmzləri bitkiyə sitayiş etdikləri üçün də dövlət rəmzləri də el olacaq. Deməli, lotos və qamış qədim Misirin dövlət rəmzləri hesab olunur. Tanrı, səma hansı rəngin mənasıdır? Səma nə rəngdir? Belə baxdığımızda səma mavi rəngdədir. Tanrı, səma, su, bunların hamısı hansı mənanı daşıyır? Hansı rəngin mənasını daşıyır? Təbii ki, mavi. B variantı. Yüksək rütbəli məmurun baş geyimi hansı materialdan olardı? Məmurların və yüksək rütbəli məmurların baş geyimi fərqli olardı. Məmurların baş geyimində bürünc, büllurdan istifadə olunurdu. Ancaq yüksək rütbəli məmurun baş geyimi isə yaqutdan olardı. C variantı. Qədim Çində gənc döyüşçülər hansı rəngdə geyim geyinərdi? Döyüşçülər ağ, qırmızı, gənc döyüşçülər isə mavi. Bəzən müəllimlər bunu gənc döyüşçülərlə döyüşçülərin geyimlərinin rəngini mənasını fərqləndirə bilmir. Deməli, gənc döyüşçülər mavi, ancaq döyüşçülər isə ağ və qırmızı rəngdən istifadə edərdi geyimlərində. Cavab burada olacaq mavi B variantı. Güləbətin və ipək saplardan toxunmuş qaytan nə adlanır? Təbii ki, bafta. Deməli, atlas nə adlanır? İpək saplarla toxunmuş, parlaq səthli parça. Məxmər isə narın tüklü, yüngül, ipək səthə malik məxməri parçadır. 23-cü sual. Nəslin ləyaqət rəmzi sayılardı. Deməli, gerblər nəslin ləyaqət rəmzi sayılardı. Heraldika isə gerb və nişanları öyrənən elm sahəsi adlanırdı. Emblemi isə hər hansı bir anlayışın şərti təsviridir. Məsələn, at nalı nə emblemi sayılırdı? Uğur emblemi sayılırdı. Qeyri-heraldika isə təbii, süni, əfsanəvi olaraq 3 növə bölünürdü. Gerbdə təsvir olunan hakimiyyət hansı rəngin mənasıdır? Deməli, hakimiyyət rəngi hansı rəngin mənası hesab olunurdu? Tünd qırmızı, qara, al qırmızı, yaşıl. Al qırmızı hakimiyyətdir, tünd qırmızı isə məhəbbətdir. Yaşıl rəngin mənası nədir bəs? Bolluq, rifah. Ucalıq və gözəllik hansı rəngin mənasıdır? Dedik ki, qırmızı rənglər iki növə bölünür. Tünd qırmızı, al qırmızı. Al qırmızı hakimiyyətdir, tünd qırmızı isə məhəbbətdir. Ancaq ucalıq və gözəllik isə mavi.
Gerbdə olan qanadlı ilanın mənası nədir? Əzəmət, ölməzlik, şər. Deməli, gerbdə olan qanadlı ilan mənası şər deməkdir. Gerbdə olan kələncin mənası nədir? Deməli, biz bunu belə yadda saxlaya bilərik. Məsələn, kələnc nə üçün göndərilirdi? Şöhrətli insanlara, şöhrəti olan insanlara, məsələn, belə nümunə göstərə bilərəm. Yəni, məsələn, şöhrəti olan insanlara kələnc göndərirlər. Kələnc nə deməkdir? Yəni, belə başa düşürük ki, gül kələnci. Məsələn, gül kələnci nümunə göstərə bilərik. Deməli, bunu belə yadda saxlaya bilərsiniz ki, şöhrət, açarı söz olaraq şöhrət olan insanlara kələnc göndərirlər. Yəni, gül kələnci. Burada B variantı olacaq. Qaqarin hansı məbədi öz layihəsi əsasında tikmişdir? Zevs məbədi, Sioni məbədi, Xan sarayı, Qarabağlar türbəsi. Qarabağlar türbəsi harada yerləşirdi? Naxçıvanda. Xan sarayı harada yerləşirdi? Şəkidə. Sioni məbədi Tiflisdə yerləşirdi və Qaqarin özü layihəsi əsasında tikilmişdir bu məbədə. Cavab B variantı. Zevs məbədi isə Yunanlıların məbədi hesab olunurdu. Yəni, qədim Yunanistanda istifadə olunan məbəd hesab olunurdu. Yarım şəffaf keramika bişirildikdən sonra təmiz ağ rəngdə olurdu. Deməli, çini farfor bişirildikdən sonra təmiz ağ rəngdə olurdu. Ancaq saxsı fayansı isə adi gildən hazırlanmış, üzərinə şir çəkilmiş məmulatdır. Terrakota isə belə düşünək ki, yandırılmış, qovurulmuş torpaqda hansı rəngdə olardı? Yandırıldığı üçün sarı və yaxud da ki, qırmızı gil məmulatdır. Moyoliki isə əksinə bişirilir və üzərinə şir çəkilərkən parlaq və yaşıqlı görünürdü. Adi gildən hazırlanmış, üzərinə şir çəkilmiş məmulat nə adlanır? Dedik ki, saxsı fayans adi gildən hazırlanır və üzərinə şir çəkilir. Şir nədir? Qoruyucu məhluldur. Çini farfor isə bişirildikdən sonra təmiz ağ rəngdə olurdu. Moyoliki isə bişirildikdən sonra şir çəkilir və yaraşıqlı görünürdü. Terrakota isə bişirilirdi, yandırılırdı və sarı yaxud da ki, qırmızı gil məmulat olurdu. Zakir Əhmədova aid muğam heykəli hansı üsuldan istifadə olunub? Deməli, Zakir Əhmədova aid olan muğam heykəli hansı üsuldan istifadə olunub? Təbii ki, tökmə. Deməli, tökmə üsulu necə istifadə olunurdu? Əridilmiş kütle olurdu və qəlibə tökülürdü. Ancaq soyuduqdan sonra isə həmin qəlibdən çıxardılır və qəlibin formasını almağa başlayırdı. Orta əsrdə kübarlığın rəmzi sayılırdı. Həmçinin də kübarlığın rəmzi nə sayılırdı? Aristokrat mənası nə idi? Kübar, əsilzadə. Həmçinin kübarlığın rəmzi sayılırdı qobelin. Qobelin nədir? Xovsuz, divar xalçasıdır. Hansı iplərdən istifadə olunurdu? Yun, kətan. Batika isə parça üzərində təsvirdir. Bədii metal dedik ki, iki növə bölünür, döymə və tökmə. Şüşə necə istifadə olunurdu? Ərimiş şüşəni, yəni qaynaq şüşəni üfürürdü sənətkar. Ərimiş qızmar damcısını fırladaraq onu istədiyi formaya sala bilirdi. Sonra isə istədiyi formada üstünü cızaraq bəzək verirdi. Qobelin hansı parçalardan hazırlanırdı? Dedik ki, qobelin daha çox hansı iplərdən istifadə olunurdu? Yun, kətan. Burada cavab olacaq A variantı. Yun, kətan iplərdən istifadə olunurdu. Soyuq batikada hansı parçalardan istifadə olunurdu? Qobelində yun və kətan iplərdən, ancaq soyuq batikada isə ipəkdən istifadə olunurdu. Cavab olacaq B variantı. Qoruyucu ilan nə adlanır? Dedik ki, klav zolaqlı başyaylıqdır. Qədim Misirdə istifadə olunurdu. Hansı rənglərdən istifadə olunmuşdu? Göy və qızılı. Qrif isə kərkəsbaşlı fantastik quşdur. Xəpriş isə göy tacdır. Ürək isə qoruyucu ilandır. Yəni qədim Misirdə fironların və əyanlarının başında taxılırdı. Qoruyucu ilan, yəni ürək. A variantı. Çevrə daxilində romb fiquru hansı simvoldur? Sonun simvolu necədir? Dalğalı, maylı, sınıq xətlər gördünüzsə, bu su simvoludur. Günəşdə necədir? Günəş əsasən çiçəyi xatırladırdı. Yəni, çevrə daxilində çarpaz xət və çiçək formasında görünürsə, yəni bənzəyirsə, bu günəş simvoludur. Bərəkətdə çevrə yoxdur. Burada romb və çarpaz xətlərin hüdudsuz təsviri, yəni ancaq çarpaz xətlər, romb fiquru var. Torpaqda isə çevrə daxilində romb fiquru, kiçik dairələr gördünüzsə, bilin ki, bu torpaq simvoludur. Çevrəsiz çarpaz xətlər hansı simvoldur? Dedik ki, suda necədir? Dalğalı, maylı və sınıq xətlər. Ancaq bir dənəsində çevrə yoxdur. Hansında? Bərəkətdə. Qalan günəşdə də, torpaqda da çevrə daxilində istifadə olunurdu. Burada cavab olacaq bərəkət. Yuxarı hissəsi bir yerə yığılaraq bağlanmış saflardan ibarət sacaqlı bəzək nə adlanır? Balıq qadın geyimində, deməli, onun ətəyinin aşağı hissəsinə deyilirdi. Tuman da həmçinin. Qotası isə yuxarı hissəsi bir yerə yığılaraq sacaqlı bəzəkdir. Sinə bəzəyi nə adlanırdı?
yəni həmayıl, amulet. Qadına bəd nəzərdən qorumaq üçün də istifadə olunurdu və üzəri nə ilə bəzənirdi? Mirvari daşlarla. Qadın geyimində baş bəzəyi hansı daşlarda işlənilmişdir? Mirvari yaqut, zümrüd mirvari, zümrüd və yaqut, billur, yaqut. Deməli, qadın geyimində baş bəzəyi zümrüd və yaqut daşlarda işlənilmişdir. Ancaq amulet isə, yəni həmayıl, mirvari daşqaşlarda istifadə olunmuşdur. Hansı qadın geyiminə aid deyil? Eşməc, kəpçən, kürdü. Bu hər üçü qadın geyiminə aiddir. Ancaq çuxa isə kişi üst geyiminə aiddir. Çuxa nədir? Kişi üst geyimidir və iki növə bölünürdü. Vəznəli və çərkəzi. Çuxa isə termə və mahut kimi parçalardan tikilərdi. Və ağ çuxa bəxtəvəri işi idi, qara çuxa isə bədbinlik əlaməti sayılırdı. Cavab olacaq C variantı. Hansı tikmə növündə bir rəngli, qabaq sületli naxışların olması ilə fərqlənirdi? Bir rəngli nədir? Yəni təkcə bir rəngdən istifadə olunmuşdu. Məsələn, muncuq tikmədə, ipləş tikmədə və təkəlduzlu bu hər üçündə də fərqli rənglərdən istifadə olunmuşdu. Ancaq güləbətin, araqçında, yəni təkcə bir rəngdən istifadə olunur. Burada cavab olacaq araqçın. Həmçində araqçın açıq kompozisiya sayılırdı. İmtahanı bitirək. Əgər bu tipli həm ödənişsiz, həm ödənişli sınaqlardan istifadə etmək istəyirsinizsə, kanalda qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir.